5 il əvvəl Ermənistan ordusunun Bərdəni raket ateşinə tutması nəticəsində 21 dinc sakin həlak oldu, 70-ə yaxın şəxs yaralandı. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi Twitter səhifəsində bildirdi. Müzəffər Azərbaycan ordusu Zəngilanın 1-ci ağalı, 2-ci ağalı, 3-cü ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrailin Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etdi. Bununla bağlı Prezident İlham Əliyev özünün rəsmi Twitter səhifəsində məlumat paylaşdı. Prezident İlham Əliyev Rusiyanın Interfax agentliyinə müsahibə verdi. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam etdi. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ermənistan silahlı qüvvələri itki verərək geri çəkildi. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi və ağır hərbi texnikaları sıradan çıxarıldı. Azərbaycan ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın etdi. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərras atəşi ilə məhv edildi.